saat 10:48-dir. Biz Həsənqaya kəndinin içində Gəncə batalyonunun qarşısındayıq. Uşaqlar döyüşdən qabaq siyahadan keçirlər. Yoxlanışdır. Öydə deyək gəlməmişəm. Şəhərə geçsək xəbərdar olur. Hamımıza salam dua deyin. Evdəkilərə. Hər yer burası. Allahın köməkliyindən hamınız sağ-salamat evinizə, işinizə qayıdın. Allah sizə Şuşanın o bulaqlarından su içməyə qismət eləsin. Buranın bir qəşək yoxdur. Suyu ve xəqanlı. Yavaş ya. Buraya yaş gözden bakma. Ne ya? Ne tanısın? Var ki elemediğini görmedim. Ama öyle saldırıyor. Yaxından təkilmiyor. Bozgun xəstəsidir. Başdılar ki o Bozguzun komandiri. Anlamış biz eşidək, biz danışıb tutarmış. Laf fəala gedəcək. Bozgur bir getdiyimiz görsənəcək. Bozgur'un dastası birinci yerə çıxdı, değil mi? Yaxşı komandadır. Uluş batalyonudur. Tərtər rayonunun. Batalyon uşaqları indi burada toplaşmaqda. Döyüş qabağı instruksiya alırlar. Öz komandirlərindən. Sen diye yapalım. Ramiz hanım Ramiz. Ramiz. Nam döyüş qabağı təəssüratlarınız verin. Yaşılın alımlarımız var da burada. Allah qoysa erməninin kökü kəsmək. Məqsədimiz budur. Ağrı nə var ki? Bura yığışan hamısı kəsim şeylər qalıb. Yasın yer. Danışsan yaxşı danışsan. Hücum gözləyirik, bəli. İndi pozisiya hazırlaşırıq. Texnikalar irəlidədir. Allah qorusun Mardakətlər döyüşlər. Allah qoysa. Hələ orada o dalda qalan qardaşlarımıza evlər, qaçanlara evlər tutacaq. Allah qoysa. Bəli. Dağıtmaq yox da özləri gedir. Hücum əmri verilmişdir. Biz